Sağlığınız və vaxtınız xeyir. Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 3-cü oyunundayıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsini ismarış vasitəsilə prodüserimiz Nazimlə əlaqə saxlayırsınız. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz Aynes TV-yə və Aynesin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda Ağıl Dəryasında qalibimizi sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçib iştirak edib qalib olmağa tələsin ki, bəlkə də sürpriz hədiyyəmiz sizə qismət oldu. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə Ağıl, Bilik, Savad yarışına çıxacaqlar. Lakin bir nəfər qalib olacaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Eltun Nağıyev, Bakı şəhəri 212 sayılı orta məktəb. 3-cü ixtisas qrupu üzrə Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Eltun hüquqşünas olmaq istəyir. Boş vaxtlarında intellektual verilişlərə baxan Nağıyev kitab oxumağı da yaddan çıxarmır. Ən çox sevdiyi kitab isə Charles Dickens'in Oliver Twist'in macəraları kitabıdır. Kimyanı heç sevmir, üzgüçülüklə də məşğul olur. Murad Rızayev, Bakı şəhəri 267 sayılı orta məktəb. 4-cü ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə hazırlaşır. Ən böyük arzusu xaricdə təhsil almaq və dünya şöhrətli cərrah olmaqdır. Sevmədiyi fən tarixdir. Murad Qaraqanın kitablarını çox oxuyur. Ən sevdiyi siyasətçi Heydər Əliyevdir. Boş vaxtlarında musiqiyə qulaq asır. Xoşbəxt Əbdürrəhmanov, Qaradağ rayonu 253 sayılı orta məktəb. 1-ci ixtisas qrupu üzrə hazırlaşır. Neft-qaz üzrə təhsil almaq istəyir. Boş qalmağı heç xoşlamır. Deyir ki, boş olanda bilmirəm nə edim. İntellektual verilişlərə baxır. Riyaziyyatı çox sevir. Ən çox sevdiyi ölkə Azərbaycan, siyasətçi isə Mussolinidir. Nərmin Eynizadə, Lənkəran şəhəri 10 sayılı tam orta məktəb. 2-ci ixtisas qrupu üzrə Diplomatik Akademiyaya hazırlaşır. Xaricdə təhsil almaq böyük arzularındandır. Ən çox sevdiyi ölkə Fransadır. Boş vaxtlarında bədii əsərlər oxuyur, musiqiyə qulaq asır, futbola baxır. Xəzər Lənkəran azarkeşidir. Ən çox sevdiyi futbolçular İbrahimovic və Kamran Ağayevdir. Aydın Abbaslı, Qaradağ rayonu 228 sayılı orta məktəb. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına Beynəlxalq Münasibətlər Fakültəsinə hazırlaşır. Boş vaxtlarında yoldaşları arasında intellektual yarışlar təşkil edir. Bədii kitab oxumağı heç sevməyən Aydının xoşlamadığı fən yoxdur. İsveçrədə olmaq ən böyük arzusudur. Məhəmməd Əmin Rəsulzadəni ideal siyasətçi hesab edir. Orxan İlyasov, Sumqayıt şəhəri 31 sayılı tam orta məktəb. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinə, Mühasibət Uçotu və Adüd Fakültəsinə hazırlaşır. Ən çox sevdiyi kitab isə Harry Potter'dir. İntellektual yarışlarda iştirak təcrübəsi var. Arzusunda olduğu ölkə İsveçrə olan Orxan, Ağıl Dəryasında qalibiyyətə 100% inanır. Elvin Əliyev, Füzuli rayonu 48 sayılı tam orta məktəb. 3-cü ixtisas qrupu üzrə Azərbaycan Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Bakı Dövlət Universitetinə daxil olmaq da arzusudur. Ən böyük istəyi isə tanınmış hüquqşünas olmaqdır. Boş vaxtlarında intellektual oyunlara və futbola baxır. Elvin Fənərbağçı və Barselona azarkeşidir. Messini bir nömrəli futbolçu hesab edir. Seymur Teymurlu, Abşeron rayonu 2 sayılı orta məktəb. 1-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə hazırlaşır. Seymur boş vaxtlarında futbola baxır. Sevdiyi fən riyaziyyat, futbol komandası isə Barselonadır. İngiltərədə olmaq ən böyük arzularındandır. Ağıl Dəryasında qalibiyyətə 50% inanır. Mirlazım Dadaşov, Abşeron rayonu Güzdək qəsəbəsi tam orta məktəbi. 2-ci ixtisas qrupu üzrə Qafqaz Universitetinə hazırlaşır. Boş vaxtlarında musiqiyə qulaq asır. Ən çox sevdiyi kitab Victor Hugo'nun Səfillər kitabıdır. Məktəbdə keçdiyi bütün fənləri sevən Mirlazım Ağıl Dəryasında qalibiyyətə 80-90% inanır. Bundan başqa o, Avroviziya mahnı müsabiqəsinin daimi izləyicilərindəndir. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm və səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Düzgün cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz və qonq səsindən sonra düzgün bildiyiniz cavabları seçib göstərə bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin xallarınızı söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlıdır. Və birinci turda ən çox suala düz cavab verən 6 iştirakçı ikinci tura keçə biləcək. Diqqətli olun, birinci turun birinci sualı belədir. İnsanda bağırsaq xovlarının divarının səthini hansı toxuma təşkil edir? Vəzili çoxqatlı epitel, çoxqatlı epitel, birqatlı epitel, yoxsa kub şəkilli çoxqatlı epitel? Buyurun, vaxt getdi.
bitdi. Birinci sualımıza 7 nəfər səhv cavab verdi. Sualımıza 2 nəfər düz cavab verib və sualın düzgün cavab variantı C bir qatlı epitel olacaqdı. İkinci sualımız belədir. Verilmiş kütləli cismin sürəti 2 dəfə azaldıqda onun impulsu necə dəyişər? 2 dəfə azalar, 4 dəfə azalar, 2 dəfə artar, yoxsa dəyişməz? Buyurun, vaxt getdi. Vaxt bitdi. İkinci sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi və sualımızın düzgün cavab variantı A 2 dəfə azalar olacaqdı. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin xallarınızı söyləyəcəm. Sualımız belədir. Bəxtiyar Vahabzadə hansı əsərini Məhəmməd Hadiyə həsr edib? Ağlar Güləyən, Atılmışlar, Təzadlar, yoxsa Xəzan Bülbülü? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza 3 nəfər səhv, 6 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D Xəzan Bülbülü olacaqdı. Üçüncü sualdan sonra nəticələriniz belədir. Murad 3 xalla birincisən, Xoşbəxt, Nərmin, Elvin, Seymur, Mirlazım. Sizin ərənizin 2 xalı var və ardıcılığı bu cür davam etdirirsiniz. Orxan 1 xalla 7-cisən, Aydın və Eltun sizin isə 0 xalınız var. Çalışın növbəti suallara düz cavab verərək hesabınıza xal yazdırın. 4-cü sualımız belədir. Dünya əhalisi irqi tərkibinə görə neçə əsas irqə bölünür? 2, 3, 4, yoxsa 5? Buyurun, vaxt getdi. Vaxt bitdi. 4-cü sualımıza hər biriniz düz cavab vermişsiniz və bu alqışlar sizin üçündür. Sualımızın düzgün cavab variantı B 3 olacaqdı və bu irqlər Avropoid, Mongoloid və Negroid irqləri idi. 5-ci sualımız da belədir. Bir mürəkkəb maddədən 2 və ya daha çox yeni maddələrin alınması ilə gedən reaksiyalara nə deyilir? Parçalanma reaksiyaları, əvəz etmə reaksiyaları, dəyişmə reaksiyaları, yoxsa neytrallaşma reaksiyaları? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza 9'unuz da düz cavab vermişsiniz. Sualımızın düzgün cavab variantı A parçalanma reaksiyaları olacaqdır və bu alqışlar da sizin üçündür. 6-cı suala keçməmişdən öncə qeyd etməliyəm ki, 6-cı sualdan sonra 1-ci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. 1569-cu ildə Lublin şəhərində hansı ki dövlət uniya bağlayaraq Reç Paspolita dövlətini yaratdı? Rusiya və Litva, Latviya və Litva, Rusiya və Polşa, yoxsa Polşa və Litva? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D Polşa və Litva olacaqdı. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Murad 6 xalla birincisən, Nərmin, Elvin, Mirlazım. Sizin hərənizin 5 xalı var və ardıcılığı bu cür davam etdirirsiniz. Seymur, Orxan, Xoşbəxt. Sizin isə hərənizin 4 xalı var. Sıralamanı bu cür davam etdirirsiniz. Aydın və Eltun. Sizin isə hərənizin 3 xalı var. 8-9-cu yerləri bölüşürsünüz. 7-ci sualımız da belədir. Vasitəsiz nitq vasitəli nitqə çevrildikdə vasitəsiz nitqə aid nə saxlanılmır? İntonasiya, durğu işarələri, məzmun, yoxsa xitab? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B durğu olacaqdı. Təəssüf ki, 4 nəfər sualımızı səhv cavablandırdı. 8-ci sualımız da belədir. Seçilmiş həyat hadisələrinin bədii əsərdə bir-biri ilə əlaqələndirilməsinə və müəyyən bir sistemdə qurulmasına nə deyilir? Proloq, kompozisiya, sujet, yoxsa epilog? Buyurun, vaxt getdi.
8-ci sualımıza nə az, nə çox düz 7 nəfər səhv cavab verdi. 2 nəfər su sualımızı düz cavablandırdı. Sualımızın düzgün cavab variantı B. Kompozisiya olacaqdır. 9-cu sualımızsa ənənəvi ingilis dili ilə bağlı olan sualdır. Burada ingilis dili ilə bağlı biliklərinizi yoxlayacağıq. Diqqətli olun, sualımız belədir. I, nöqtələr, my hands because they were dirty. Wash, break, wash it, yoxsa washing. Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza, ənənəvi ingilis dili ilə bağlı olan suala 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Wash it olacaqdır. 10-cu sualımız da ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. 10-cu sualımıza, milli mahnı və musiqilərlə bağlı olan ənənəvi sualımıza 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Dinlədiyiniz mahnının bəstəkarı Emin Sabitoğlu idi və siz bu mahnını xalq artistimiz Flora Kərimovanın ifasında dinlədiniz. Mahnının adı Bir Axşam Taksidən adlanırdı. Sözləri isə dəyərli sənətkarımız, həmişə yaşar şairimiz Vaqif Səmədoğlu'nun idi. Birinci turun yekun nəticələri belədir. Elvin 9 xalla birincisən. Bu alqışlar sənin üçündür. Murad, Nərmin, Aydın. Sizin hərənizin 7 xalı var. Ardıcılığı bu cür davam etdirirsiniz. Orxan və Xoşbəxt. Sizin səhərənizin 6 xalı var. 5-ci, 6-cı yeri bölüşdürürsünüz. Adını çəkdiyim bu 6 iştirakçı artıq 2-ci turdadır. Sizi təbrik eləyirəm. Seymur və Mirlazım. Sizin hərənizin 5 xalı var. Eltun 4 xalla sonuncusan. Ağıl Dəryasının ən gərgin və ən həyəcanlı turu olan ikinci tura başlayırıq. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim eləyəcəm. Çalışın ki, sualları diqqətlə dinləyib, düzgün cavab verəsiniz ki, xalınız çox olsun. Çünki xalı çox olan 3 iştirakçımız 3-cü tura keçə biləcək. İkinci tura Elvin sənlə başlayacaq, əhvala necədir? Sağ olun. Həyəcanlısan? Biraz. Niyə? İlk dəfə də bu belə işləyəm bəlkə. Normalda ilk dəfə olmalıdır. Çünki keçən il 10-cu sinifdə oxuyurdunuz və bu şou 11-ci sinif şagirdləri üçündür. Nəçə olmaq istəyirsən? Hüquqşünas. Harada oxumaq istəyirsən? Bakı Dövlət və Prezident Təhsil Akademiyası. Oranın ballarından xəbərin var? Bəli. Bəs orada oxuyanlardan bəs necə? Xəbərin varmı? O balı yığıb orada oxumaq olar da yəqin. Bəs müəllimlərindən də xəbərin varmı həmin fakültələrin? Gedib görərik də inşallah. Gedib görərik inşallah. Heç nə eşitməmsən oradakı müəllimlər haqqında? Müəllimlərdən yox, sadəcə fakültələr haqqında məlumat. Nə eşitmisən? Yəni gözəldir, gözəl dərs keçir. Nədir gözəl orada? Gözəl dərs keçirirlər, yaxşı təhsil şəraiti var, yəni. Yalnız həmin fakültələrdədir yaxşı təhsil şəraiti? Yox, mən onunla maraqlanmışam da, yəni. Hazırlığa gedirsənmi? Bəli. Nə qədər pul verirsən hazırlıqlara? Hər fənn üzrə nə qədər pulun çıxır? Maddi mənə baxmır, evdəkilər. Necə? Maddi baxımdan mən müəllimlərlə, anam, valideynlərlə danışıram. Sənin əlin pula dəymir. Yox. İnanırsınız uşaqlar. Yəni sənə pul vermirlər evdə? Yox, müəllimlərlə verirlər də özləri. Müəllimlərlə özləri danışırlar. Bəli, bəli. Və sən də bunu maraqlanmırsan. Xeyr, mən ancaq oxumağıma fikir verirəm. Lap yaxşı. Almaniyada yaşamısan uzun müddət yəqin ki. Yox, xeyr. Hazırsansa başlayaq. Bəli. Elvin, 1 dəqiqə vaxtın getdi. Teymurilər dövlətinin banisi olan Əmir Teymur harda dəfn olunub? Səmərqənddə. Düzdür. Bir nüvədə yerləşən xromosomlar məcmusu necə adlanır? Pas. Xromosom yığını. Mayenin səthində baş verən buxar əmələ gəlmə hadisəsi necə adlanır? Kondensasiya. Buxarlanma. Step mazə ingiliscədən tərcümədə nə deməkdir? Ögey ana. Düzdür. İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən mənaçaları əmələ gətirən köməkçi nitq hissəsi hansıdır? Qoşma. Düzdür. Ədəbiyyatımızın ən qədim abidələri olan Avesta və Dədə Qorquddakı şeirlər hansı vəzindədir? Heca vəzni. Düzdür. Yer qabığı ilə yuxarı mantiyanı ayıran sərhəd necə adlanır? Troposfer. Moxo sərhəddir. Nuklein turşularının tərkibində kükürd olmur, yoxsa fosfor? Kükürd. Düzdür. Fransada Yakobinçilər neçənci ildə hakimiyyətə gəlib? 1371.
1793-cü ildə Azərbaycan Respublikasının ümumi sahəsi nə qədərdir? 86,6 milyon kvadrat kilometr. 86,6 min kvadrat kilometr. Bu dramaturqumuzun ilk kitabı Kənddən Məktublar adlanır. Söhbət kimdən gedir? İlyas Əfəndiyev. Düzdür. Elvin, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə 6-sına düz cavab verdin. Pis nəticə deyil. Amma həyəcanını azaltsaydın, daha soyuqqanlı olsaydın, bəlkə də düzgün cavablarının sayı çox ola bilərdi. İndi birazdan biləcəyik görək, 3-cü tura keçə bilirsən, yoxsa yox. Növbəti iştirakçımız Murad, sən əhvalı necədir? Sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? Həkim. Harada oxumaq istəyirsən? Əslində tibb universiteti, amma praktik olaraq Almaniyada oxumaq istəyirəm. Niyə praktikanı Almaniyada keçmək istəyirsən? Çünki bizdə praktika o qədər güclü deyil. Bizdə nə güclüdür tibb universitetində? Bizdə əsas dərslərə, yəni dərslərin keçirilməyinə fikir verilir. Sadəcə praktika bizdə hələ ki o qədər inkişaf edilmir. Nəzəri nöqteyi nəzərdən dərs keçirlər, amma tibb sahəsi elədir ki, təcrübə mütləqdir. Sən Səhiyyə naziri olsan nəyi dəyişərdin? Səhiyyə naziri olsam, universitetlərdə müəllim, şagird, müəllim kadrlarına daha ciddi nəzarət olunsun. Ciddi nəzarət olunmurmu indi? Yəni ciddi nəzarət olunmur deyəndə, əgər ki, hər otağa elektron dərs vəsaitlər, yəni xarici ölkədə indi elədir ki, dərslər tamamilə elektronlaşmış səviyyədə keçir, kompüterlə dərs keçir. Sadəcə bizdə dərslərin səviyyəsi o qədər yüksək olmur. Yəni mən bunlara əsas götürərdim. Belə problemləri həll eləməyə. Almaniyada təcrübə keçməyə qorxmursan ki? Almaniyada... Orada siyasi böhrandır, iqtisadi böhrandır, aləm dəyib bir-birinə. Yəni biz elə eşidirik. Yəni mən Almaniyada filan olmamışam, yəni elə deyirlər. Xeyr, o qədər... Normaldır. Normaldır yəqin ki. Hazırsansa başlayaq. Murad, bir dəqiqə vaxtın getdi. Mezozoy erası neçə geoloji dövrə bölünür? Düzdür. 1598-ci ildə Səfəvilər dövlətinin paytaxtını Qəzvindən İsfahana köçürən Səfəvi şahı kim idi? Pas. Birinci Şah Abbas. Türkiyə türkçəsi, Türkmən, Qaqavuz və Azərbaycan dilləri türk dilləri ailəsinin hansı qrupuna daxildir? Oğuz. Düzdür. İngilis dilindən tərcümədə çiyələk sözü necə səslənir? Pas. Strawberry. Azərbaycan ədəbiyyatında Muğam poemasının müəllifi kimdir? Bəxtiyar Vahabzadə. Səməd Vurğun. Ədədi qiymətcə vahid zamanda gedilən yola bərabər olan fiziki kəmiyyət hansıdır? Sürət. Düzdür. İnsanda uşaqlığın əsas kütləsini hansı toxuma təşkil edir? Birləşdirici toxuma. Saya əzələ toxuması. Maldiv adaları hansı okeanda yerləşir? Sakit okeanda. Hind okeanında. Bizim eramızdan əvvəl 9-cu əsrdə meydana gələn Manna dövlətinin paytaxtı hansı şəhəridir? Pas. İzurtu. Azərbaycan ədəbiyyatında nağıllar çox zaman belə başlayır. Biri var imiş, biri yox imiş. Biri var idi, biri yox idi. Belarusun pul vahidi hansıdır? Lev yoxsa rubl? Lev. Rubl. Murad, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 4-ünə düz cavab verdin. Biraz aşağı nəticədir. Çox istərdim ki, mənim adaşımın nəticəsi gələcəkdə yüksək olsun. Növbəti iştirakçımız Nərmin, sən əhvalı necədir? Yaxşıyam, sağ olun, siz nəsiniz? Biz də yaxşıyıq. Hardan gəlmişsən oyunumuza? Lənkərandan. Lənkəranda vəziyyət necədir? Yaxşı. Neçə olmaq istəyirsən? İqtisadçı. Harda işləmək istəyirsən gələcəkdə? Gələcəkdə istəyirəm öz şəxsi bankım olsun. Şəxsi bankın olsun. O bankı açandan sonra nə edəcəksən sən? Kredit verəcəksən insanlara? Neçə faizlə verəcəksən bu kreditləri? Dəyişir. Dəyişəcək kredit faizləri. İndiki bank faizləri qaynı eləyirmi sənin? Mənim üçün fərqi yoxdur. Fərqi yoxdur. Necə yəni? Yəni 70% ilə də kredit versələr deyəcəksən yaxşıdır. Xeyr. Bəs neçə olmalıdır? Yəni bu faiz göstəricisinin minimum və maksimum nə qədər olmalıdır səncə? Nə qədər aşağı olsa o qədər yaxşı olur. İndiki faizlərdən razısanmı? Bəli. Razısan. 22-23% kreditlərə razısan. Mən narazıyam. Hazırlığa gedirsənmi? Bəli. Nə qədər pul xərcləyirsən? 200-300 manat arası. 4-5 fənnə 200-300 manat pul xərcləyirsən. Bu qiymət Bakıda daha çoxdur. Yəni Bakı daha bahalıdır uşaq hazırlığı nöqteyi nəzərdən. Hazırsansa başlayaq. Nərmin, bir dəqiqə vaxtın getdi. Bakı metropoliteni neçənci ildən fəaliyyətə başlayıb? 1917. 1967-ci ildən Sakit Okean hansı boğaz vasitəsilə Şimal Buzlu Okeanda birləşir? Düzdür. Bir sözdən ibarət olub üzvlənməyən cümlələr necə adlanır?
Düzdür. Radio dalğaların köməyi ilə obyektlərin yerini aşkara çıxarmaq və dəqiq təyin etmək metodu necə adlanır? Radiolokasiya. Qov və sürmə köbələkləri kif köbələklərdir, yoxsa parazit? Parazit. Düzdür. Oksigenin atom kütləsi ilə müqayisə etmə metodikasından niyə imtina etdilər? İzotoplar kəşf olundu. Düzdür. Ədəbiyyatımızda Firuzə hekayəsinin müəllifi kimdir? Hüseyn Cavid. Cəfər Cabbarlı. İngilis dilindən kino rejissor necə tərcümə olunur? Pas. Film Direct-də. Səs çıxarmaq hansı qurbağalara məxsusdur? Erkək. Düzdür. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı hansı şəhərdir? Əbu Dabi. Düzdür. Şeirdə tələffüzcə səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərə nə Qafiyə. deyilir? Düzdür. Qədim Şumer dövlətinin yarandığı, Yunanların Mesopotamiya adlandırdığı ərazi hansı çayların arasında yerləşirdir? Dəclə. Fərat Dəclə. Düzdür. Nərmin, bir dəqiqə ərzində 12 sual səsləndirdim. Sən isə 8-inə düz cavab verdin. Yaxşı nəticədir. Buna görə səni təbrik edirik. İndi birazdan biləcəyik. Görək, 3-cü tura keçə biləcəksən, yoxsa yox. ANS-də reklamlardır. Reklamlar bitdikdən sonra ağıl dəryası qaldığı yerdən davam eləyəcək. Bizimlə qalın. Aydın, növbəti iştirakçımız sənsən, əhvalın necədir? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Hələ ki, seçimimi etməmişəm, ancaq adam universitetində oxumaq istəyirəm. Hansı fakültədə? Beynəlxalq münasibətlər. Hansı ölkədə təmsil eləmək istəyirsən ölkəmizi? Hələ ki, fikrim yoxdur, ancaq. Yəqin ki, Siyasətçi olmaq istəyirsən? yox, siyasətçi yox. Siyasətə qoşulmaq istəmirsən? Xeyr. Bəs beynəlxalq münasibətləri bitirib nə etməksən? Xarici İşlər Nazirliyində çalışmaq istəyirsən? Azərbaycan xarici təmsil eləmək istəyirəm. Amma səndən yaxşı millət vəkili olar. Tanıyırsan millət vəkillərimizi? Bəli. Hansılarını tanıyırsan? Zahid Oruc, misal üçün. Oktay Əsədov, misal Aha. üçün. Ziyafət müəllimi, onu tanıyıram. Sonra Ziyafət Əskərov. Ziyafət Əskərov. Elə bu qədər. Hansı rayondansan sən? Füzuli. Öz rayonunuzun deputatını tanıyırsanmı? Bəli. Kimdir? Bahar Muradova. Heç seçicilərinlə, öz rayonunun sakinləri ilə görüşə gəlibmi? Görmüsənmi? Mən rayonda yaşamadığıma görə bilmirəm. Harada yaşayırsan sən? Mən Bakı şəhərində. Bakı şəhərində yaşayırsan. Bakıda hansı rayonda yaşayırsan? Qaradağ rayonu. Qaradağ rayonunda. Bəs o rayonun deputatını da tanıyırsanmı? Yox. Onu tanımırsan. Xeyr. Məktəbinizdə fond pulu yığırlarmı? Fond pulu düzün desəm 3-4 ilə qədər yığırdılar. Ancaq o da belə idi ki, yəni adam Sən 8-ci sinifə çatan kimi fond pulunu dayandırdılar. Bildilər pulu ki, sən elə oldu ağıl ki, dəryasına gələcəksən. Yox, Hə. fond pulu elə oldu ki, məktəbin yəni direktor dəyişildi. Ondan sonra artıq fond pulları Deməli o yığılmış köhnə oldu direktor yazığın boynunda qaldı hər şey. işte. Yəni İndiki təzə direktor bəs niyə? yox, Yəni yeni o direktorumuz hüquq üzrə fəlsəfə doktordur. Yəni elə şeylərə, yəni pul yığmaq demək olar. Hüquq üzrə fəlsəfə doktorları pul yığmırlar. Yox. Hazırsansa başlayaq. Aydın, bir dəqiqə vaxtın getdi. 19-cu əsrin əvvəllərinə kimi Azərbaycanı Dağıstan, Şimali Qafqaz və Rusiya ilə birləşdirən ticarət yolu üzərində yerləşən Azərbaycan xanlığı hansıdır? Pas. Quba xanlığı. Bu ədiblərimizdən hansı Şamaxıda doğulub? Mirzə Fətəli Axundov yoxsa Mirzə Ələkbər Sabir? Mirzə Ələkbər Sabir. Düzdür. Göstərilənlərdən hansı əmir ədatıdır? Qoy yoxsa yalnız? Qoy. Düzdür. İngilis dilindən tərcümədə ghost nə deməkdir? Ruh. Düzdür. Mollyuskların qan damar sisteminin hansı hissəsində venoz qan olur? Gəlsəmələrə gələn damarlarda yoxsa venalarda? Qəlsəmələrə gələn damarlarda. Düzdür. Elektrik yüklərini toplamaq üçün hansı cihaz işlədilir? Ampermet. Kondensator. İnsanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişilmiş təbii landşaflara nə deyilir? Antropogen landşaftlar. Düzdür. Celsius şkalasına görə su neçə dərəcədə qaynayır? Müsbət 100 dərəcədə. 100 dərəcədə düzdür. Doyan o rəhmətlik kimi olar atalar sözüdür, yoxsa məsəl? Məsəl Düzdür. Çində 1-ci Tiryək müharibəsi neçənci ildə başlanır? 1458. 1840-cı ildə. Hansı yazıçı müharibə həyatını cəbhə gündəlikləri əsərində əks etdirib? Hansı yazıçı? Hüseyn Cavid. İsmail Şıxlı. Aydın, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 7-sinə düz cavab verdin. Normal nəticə hesab eləmək olar. İndi birazdan biləcəyik. Görək, 3-cü tura keçirsən, yoxsa yox. Növbəti iştirakçımız Orxan, sən əhvalın necədir? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Hardan gəlmişsən oyunumuza? Sumqayıt şəhərində 31 nömrəli məktəbdən. Sumqayıtda vəziyyət necədir? Yaxşıdır. Nədən narazısan Sumqayıtda? Heç nədən. Hər şeydən razısan. Bəli. Harda işləmək istəyirsən? Hər hansı bir şirkətdə. Bankda işləmək istəmirsən? Xeyr. Niyə? Çünki bankda artıq mən institutu qutaran vaxt, universiteti qutaran vaxt artıq bankda demək olar ki, o qədər doluluq olacaq ki, mənə inanmıram ki, ehtiyac olsun banklarda. Sumqayıtda fond pulu yığırlarmı? Az da olsa bəli. Yığırlar. Axırıncı səfər nə vaxt yığıblar və nə qədər yığıblar?
2 il bundan qabaq yığmışlar axırıncı dəfə. 2 ildir pul yığmırlar. Xeyr. Sizin də məktəbin direktoru dəyişib. Xeyr. Həmin direktordur. Bəli. Nə qədər məbləğdə pul yığır sizdən? İl ərzində, yəni 9 aylıq il ərzində hardasa 4 manat. İl ərzində 4 manat. Bəli. Kimin vasitəsilə yığılır o pullar? Kimin vasitəsilə? Müəlliminizin yoxsa sinif nümayəndəsinin? Sinif nümayəndəsinin vasitəsilə. Daha çox direktor özü sinif nümayəndələrini çağırır və onlardan xahiş edir. Mənə çox maraqlıdır. Həmin vəziyyətdə direktorlar utanmırlar. Yəni Direktor utanmır. Ona Normalda görə ki, yaşı keçmiş adamlardır və qarşılarında duran sinif nümayəndələrinin də 16 yaşı ancaq olar. Mən belə düşünürəm. 16 yaşlı uşaqdan il ərzində 4 manat üçün onu otağına çağırmaq, xüsusi iclas keçirtmək və o 4 manatı istəmək və almaq utanç verici deyilmi səncə? Məncə deyil, çünki əgər o məktəbdə oxuyuruq. Səncə deyil. Bir məktəbdə çünki təxminən 1500-2000-ə qədər uşaq var və o uşaq hamısı hər gün məktəbə gəlib gəldiyinə görə istər-istəməz orada pilləkanda sına bilər, qırıla bilər, divara da bir şey ola bilər. Bunun üçün axı Təhsil Nazirliyi məktəblərə pul ayırır, hər il onların hesabına pul keçirilir ki, məktəbinizdə nəsə sınanda, nəsə işləməyəndə, çalışmayanda düzəldin bunu. Yəni, bunun üçün xüsusi dövlət proqramında pul ayrılır məktəblərə. Bundan da xəbərin varmı? Xeyr. Hazırsansa başlayalım. Orxan, bir dəqiqə vaxtın getdi. Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüvvələr necə adlanır? Neytral. Kənar qüvvələr. Van gölü hansı dövlətin ərazisindədir? Türkiyə. Düzdür. Sinir sisteminin əsas iş prinsipini əks etdirən termin necə adlanır? Pas. Refleks. Bir xalqın yad ərazidə saldığı yeni yaşayış məskəni necə adlanır? Koloniya. Düzdür. Qasım bəy Zakirin yazdığı Eylər müxəmməsdir yoxsa gözəl? Müxəmməs. Düzdür. Maddənin xüsusi forması və sabit həcmi olmayan aqreqat halı hansıdır? Maye. Qaz. İngiliscə futbolda künc zərbəsinə nə deyilir? Corner. Düzdür. Mirzə Şəfi Vazehin əsərlərini Almaniyada öz adına çıxaran şəxs kimdir? Pas. Friedrich Bodenstedt. Xəzər dənizinin ən dərin yeri haradır? Lənkəran çökəkliyi. Düzdür. Arsaq, Marlar ölkəsi, Kaspiana vilayətləri hansı döyüşün nəticəsində Albaniya tərəfindən geri qaytarıldı? Pas. Amit döyüşü. Şeirdə müxtəlif saylı misralardan ibarət olan bitkin hissələrə nə deyilir? Bənd. Düzdür. Orxan, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə 6-sına düz cavab verdin. Normal nəticə hesab eləmək olar. İndi birazdan biləcəyik, görək oyundakı taleyin, aqibətin necə olur. Növbəti iştirakçımız Xoşbəxtsən, sən əhvalı necədir? Yaxşıyam, siz necəsiz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mən dəqiq bilmirəm, amma neft qaz mühəndisliyinə girmək istəyirəm, qəbul olmaq istəyirəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmaq istəyirsən. Hazırlığa gedirsənmi? Bəli. Nə qədər pul versən hazırlıqlara bir fən üzrə? Bir fən üzrə bizdə elə 40-50 manat arası dəyişir də müəllimlər. Bakıda yaşayırsan? Bəli. Bakıda nə yaxşı elə ucuzdur? Bizdə qəsəbədə sabit qiymətdə elə. Hə, qəsəbədə yaşadığına görə orada qiymət stabildir. Sizin məktəbdə fond pulu yığırlar mı? Mənə çox maraqlıdır. Yığmırlar. Hazırsansa başlayaq. Başlayaq. Xoşbəxt, bir dəqiqə vaxtın getdi. Qeyzerdə su buxarının səthə çıxdığı çökəklik necə adlanır? Pas. Qrifon. Xilafət dövründə Azərbaycanda əmrin mülki işlərlə məşğul olan vergilərin toplanmasına nəzarət edən müavini necə adlanırdı? Pas. Amil. Dilçiliyin praktik sahəsi olub lüğətlərin tərtibi və yaranma qaydalarını öyrənən dilçilik sahəsi hansıdır? Leksikologiya. Lüğətçilik. İşıqda dərinin hansı funksiyası güclənir? Sintetik yoxsa qan yaratma? Qan yaratma. Sintetik. Yaylı rəqqasın rəqs amplitudunun vahidi hansıdır? Pas. Metr. İngilis dilindən tərcümədə grain nə deməkdir? Qəhvəyi. Taxıl. Landşaftın kompleks mühafizə olunduğu, təsərrüfat fəaliyyətinin tamamilə qadağan olunduğu ərazi necə adlanır? Pas. Qoruq. Monqolların Azərbaycana ikinci yürüyüşü neçənci ildə baş verib? 1831, 1827. 1231-ci ildə. Xoşbəxt, bir dəqiqə ərzində 8 sual səsləndirdim. Sən heç birinə düz cavab verə bilmədin. Ola bilər ki, həyəcanlandın, nəsə oldu, amma bu nəticəni dəyişmir. Çalış, çoxlu oxu ki, nəticələrin yüksək olsun. İkinci turun yekun nəticələri isə belədir. Nərmin 8 xalla birincisən, bu alqışlar sənin üçündür. Aydın 7 xalla ikincisən,
adını çəkdim. Bu iki iştirakçı artıq 3-cü turdadır. Sizi təbrik eləyirəm. Elvin və Orxan, sizin hərənizin 6 xalı var. Əlavə sual turuna qaldınız. İkinizdən yalnız bir nəfər 3-cü tura keçə biləcək. Murad 4 xalla 5-ci sən, Xoşbəxt 0 xalla 6-cı. Orxan və Elvin əlavə sual turundasınız. İkinizdən yalnız bir nəfər 3-cü tura keçə biləcək və sualımız belədir. Oksigeni ilk dəfə 1772-ci ildə kim kəşf edib? Karl Wilhelm Scheele, Robert Boyle, Henry Cavendish, yoxsa Amedeo Avogadro? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq 3-cü tura keçən iştirakçımızın adı mənə bəllidir. Orxan və Elvin. Sualımızın düzgün cavab variantı A. Karl Wilhelm Scheele olacaqdı. Elvin, təəssüf ki, sən 3-cü tura keçə bilmədin. Orxan, səni təbrik edirik, sən artıq 3-cü turdasın. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi 3-cü tura başlayırıq. Bu turda iştirakçılarımızın məntiqini, informasiya bolluğunu və dünya görüşünü yoxlayacağıq. Nərmin, Aydın və Orxan. 3-cü turdasınız. 3-cü tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. Və 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hər birinizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza səhv cavab verə bilərsiniz, pas deyə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına pas desə və yaxud da səhv cavab versə, siz oyuncu yoldaşınızın sualına düz cavab verəcəyiniz halda hesabınıza 3 xal yazılır. Əgər hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. 3-cü tur bu nöqteyi nəzərdən riskli turdur. Suala cavab verib verməyəcəyinizi yaxşı-yaxşı düşünün. Burada məntiqinizi, informasiya bolluğunuzu, dünya görüşünüzü yoxlayacağıq. Odur ki, diqqətli olun və 3-cü turun ilk kateqoriyası danışmaq gümüşdürsə, susmaq qızıldır adlanır. Danışmaq gümüşdürsə, susmaq qızıldır kateqoriyasının birinci sualı. Nərmin, sənə səslənir, sualımız belədir. 100 illik müharibədən sonra 1455-ci ildə İngiltərənin daxilində iki sülalə arasında 30 il davam edən müharibə başladı. Bu sülalələrin gerbində əks olunan qızıl güllərin rənglərinə görə müharibə özünə məxsus bir adla tarixə düşdü. Bitdiyi ildə Tudorlar sülaləsinin hakimiyyətinin başlandığı həmin müharibə necə adlanır? Al qızılgül, ağ qızılgül müharibələri. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Al qızılgül və ağ qızılgül müharibələrindən söhbət gedirdim. Aydın, danışmaq gümüşdürsə, susmaq qızıldır kateqoriyasının ikinci sualı sənə səslənir, sualımız belədir. 1752-ci ildə Gürcü çarı İraklinin hərbi dəstəsi qəflətən hücum edərək Qızılqaya adlanan yerdə Azərbaycan xanlarını əsir götürdü. O bunu eşitdikdən sonra xanlarımızın köməyinə gəlir, Şeyx Nizaminin qəbri yaxınlığında baş vermiş döyüşdə Gürcüləri məğlub edərək xanları azad edir. Bu hadisə tarixə Qızılqaya xəyanəti adı altında düşür. Bəs xanları xilas edən həmin şəxs kim idi? Şəkixan Hacı Çələbi xan. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. Danışmaq gümüşdürsə, susmaq qızıldır kateqoriyasının son sualı Orxan sənə səslənir, sual belədir. 2000-ci ildə Monakoda 2-ci Louis stadionunda baş tutan Avropa Super Kubok oyununda Galatasaray qızıl qol sayəsində Real Madridi məğlub etdi. Bununla Türkiyə futbol tarixində ən böyük uğura imza atan Galatasarayın oyunda vurulan qızıl qolunun müəllifi kim idi? Hamid Altıntop. Səhv cavabdır. Cavab variantın var mı Nərmin? Hacı. Səhv cavabdır və hesabından 1 xal çıxıldı. Buyur Aydın. Pas. Sualımızın düzgün cavabı Mario Jardel olacaqdı. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Danışmaq gümüşdürsə, susmaq qızıldır kateqoriyasından sonra nəticələriniz belədir. Orxan 0 xalın var, Nərmin 1 xalın var, Aydın 2 xalla hələlik birincisən. İkinci kateqoriyamız Gülə Gül Yaraşar adlanır. Gülə Gül Yaraşar kateqoriyasının birinci sualı Nərmin sənə səslənir, sual belədir.
11 noyabr 2013-cü ildə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Heydər Əliyev ordeni ilə təltif edilən bu şəxs Türkiyənin 11-ci prezidentidir. Söhbət kimdən gedir? Abdullah Gül. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Gülə gül yaraşar kateqoriyasının ikinci sualı. Aydın, sənə səslənir. Sual belədir. Xalq artisti İlhamə Quliyevanın ifasında məşhurlaşan Gülür Ellər mahnısının bəstəkarı kimdir? Emin Sabitoğlu. Səhv cavabdır. Buyur Orxan. Tofiq Quliyev. Səhv cavabdır. Buyur Nərmin. Pas. Söhbət Fikrət Əmirovdan gedirdi. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Gülə gül yaraşar kateqoriyasının son sualı. Orxan, sənə səslənir. Sual belədir. Al bu mətanət gülünü ilə o ürəyə qüvvət verir. Bu cümlələr hansı Azərbaycan filmindəndir? Seyirli xalat. Səhv cavabdır. Buyur Nərmin. Bir qalanın sirri. Tamamilə doğrudur. Təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Bir qalanın sirri filmi 1959-cu ildə rejissor Əli Sattar Atakişiyev tərəfindən ekranlaşdırılmışdı. Mətanət qızım, sənə şad bir xəbər gətirmişəm. Al bu mətanət gülünü ilə, o ürəyə qüvvət verir. Sən onun adını hardan bilirsən, Falçı baba? Bunu sənə həkim baba göndərib qızım. Bəs həkim baba özü hardadır? Səbr elə qızım, hamısını biləcək. Gülə gül yaraşar kateqoriyasından sonra nəticələriniz belədir. Orxan 0 xalın var, Aydın 2 xalın var, Nərmin 6 xalla, hələlik birincisən. Üçüncü kateqoriyamız Ah Paris, Paris adlanır. Ah Paris, Paris kateqoriyasının birinci sualı. Nərmin, sənə səslənir. Sual belədir. Birinci Dünya Müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədi ilə Antanta ölkələri və Amerika Birləşmiş Ştatları Parisdə konfrans çağırdılar. Tarixə Paris Sülh Konfransı adı ilə düşən və məğlub ölkələrin, eləcə də Sovet Rusiyasının dəvət almadığı bu konfransda neçə ölkə təmsil olunurdu? 17. Səhv cavabdır. Buyur Aydın. Pas. Buyur Orxan. Pas. Paris Sülh Konfransında 27 ölkə təmsil olunurdu. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Ah Paris, Paris kateqoriyasının ikinci sualı. Aydın, sənə səslənir. Sual belədir. 1976-cı ildə çəkilən bu filmdə hadisələr 19-cu əsrin ortalarında Qarabağda cərəyan edir. Kamil Rüstəmbəyovla Şamil Mahmudbəyovun Mirzə Fətəli Axundovun Müsyo Jordan və Dərviş Məstəli Şah komediyasının motivləri əsasında ekranlaşdırdığı film Azərbaycanın ən məşhur filmlərindəndir. Söhbət hansı filmdən gedir? Dərviş Parisi partladır. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Paris şəhəri Ağrab burcunun altında vaqeymiş. Əməl tamamdır. Bu burcun təsirindəndir ki, bu şəhərdən heç bir bəla əksik olmaz. Xanımlar, qorxmayın. Ürəyinizə quvvat verin. Yavməliyxo! Yavməliyxo! Havvə! Havvə! Dağdağa hav fətəndi, tüffül kərav kədən. Qədəbəy! Qorxma, qorxma. Yavməliyxo! Yavsəliyxo! Yavməliyxolduzu! Yavməliyxo! Yavsəliyxo! Vay dədə! Ayaqma, bu qədər də barıt koyma olar. Ay sənim! Sənim! Haradasan? Ah Paris, Paris kateqoriyasının son sualı. Orxan, sənə səslənir. Sual belədir. 1970-ci ildə yaranan bu futbol klubu Fransanın adlı sanlı klublarındandır. Dünya ulduzu David Beckham da bir müddət bu komandanın formasını geyinib. Heyətində Zlatan İbrahimovic kimi oyunçunun çıxış elədiyi son Fransa çempionu olan bu klub hansıdır? Paris Saint-Germain. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Ah Paris, Paris kateqoriyasından sonra nəticələriniz belədir. Orxan 2 xalın var. Aydın 4 xalın var, Nərmin 6 xalla, hələlik birincisən. Sonuncu kateqoriyamız Gün çıx, gün çıx adlanır. Gün çıx, gün çıx kateqoriyasının ilk sualı. Nərmin, sənə səslənir. Sual belədir. Yer kürəsinə ən yaxın olan ulduz hansıdır? Günəş. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Gün çıx, gün çıx kateqoriyasının ikinci sualı. Aydın, sənə səslənir. Sual belədir. Bu filmdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının əməyindən bəhs olunur.
Həsən Seyidbəylinin Kənd Həkimi povesti əsasında rejissor Lətif Səfərovun ekranlaşdırdığı bu Azərbaycan filmi hansıdır? Gün çıxdı. Səhv cavabdır. Buyur Orxan. Qızmar günəş altında. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Oho, ne acıklı olansa. Adın nedir? Aydın. Olabilmez. Aynen ne dedi? Düzdür, adı Aydındır. Onda biz adaşıq ki. Sizin tibb məntəqəsi hardadır? Ha? Meğer bizim tip mentegemiz var? Var idi ama piri oğlu oranı ambar eləyib. Səryaqal, olar mı uşağa sizin evdə baxın? Niye olmur ay oğul? Öz evindir. Gələk olur. Gün çıx kateqoriyasının elə son sualı da Orxan sənə səslənir. Sual belədir. Qədim Misirdə günəş Allahı necə adlanırdı? Ra. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Və 3-cü turun yekun nəticələri belədir. Aydın 4 xalın var. Orxan 7 xalın var. Nərmin 8 xalla 7-ci mövsümün 3-cü oyununun qalibisən. Səni, valideynlərini, müəllimlərini və dostlarını təbrik edirəm ki, səni kimi savadlı, ağıllı bir gəncə sahibdilər. Aydın və Orxan, siz isə üzülməyin, yaxşı oyun nümayiş etdirdiniz. Düzdür, Orxan 3-cü turun sonlarında qızışmağa başladı. 3-cü turun əvvəllərində suallara düz cavab versəydin, bəlkə də qalib sən olacaqdın. Aydın, sən də yaxşı oyun nümayiş etdirdin, amma bu dəfə sizdə alınmadı. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 3-cü oyununun sonuna gəldik, çatdıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə ismarıcı göndərirsiniz. Sizin ismarıcınızı layihəmizin prodüseri Nazim oxuyacaq və sizi qeydiyyata alacaq. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ANS TV. ANS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Bu həftə isə məndən bu qədər. Harda olmağınızdan asılı olmayaraq ağlınızın iti olmağı diləyilə. Hələlik.